Süleyman Sani Rızaqulu bəy oğlu Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdu. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyevin himayəsində böyümüşdü. Süleyman Sani Axundov 1885-1894-cü illərdə Qori müəllimlər seminariyasına təhsil aldıqdan sonra 3-cü dərəcəli Rus-Tatar məktəbinə müəllim təyin edilmişdi. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıcı, jurnalist kimi tanınmışdır. Axundovun ilk yaradıcılıq əsəri Tamakkar komediyasıdır. O, bu əsərini Mirzə Fətəli Axundovun Hacı Qara əsəri təsiri ilə 1899-cu ildə yazmışdı. Bu komediyasında o dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq yeni nesli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışmışdı. 1907-ci ildə qələmə aldığı Diptat bəy, Türk Birliyi adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi, ictimai mövzu gətirmişdi. Laçın yuvası, Qaranlıqdan işığa, Şahsənəm və Gülpəri, Səadət zəhmətdədir. Molla Nəsrəddin Bakıda pyeslərinin müəllifidir. Ədib, Qorxulu nağıllar başlığı altında yazdığı Əhməd və Məleykə, Abbas və Zeynəb, Nurəddin, Qaraca qız, Əşrəf ilə Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun, üslub yenilikləri gətirmişdi. Axundov 1939-cu il martın 29-da 63 yaşında vəfat etmişdi.